Burada adama deyərlər ki, sən kimsən? Sən nəsən? Ümumiyyətlə, yox, kimsən sualı sənə yaraşmır. Sən nəsən? Sən özünü nə hesab edirsən? Sən bunu yazmaqla nə düşünürsən? Hə, sən yazarsan, mən də sənə deyəcəm, gəl, mən səni evləndirəcəm. Özünüzü hörmət eləyin, şəxsiyyətiniz, mədəniyyətiniz olsun. Azərbaycandan qaçıb gedənlərin çoxu elə mənlə qarışıb, belə mentalitetli olan insanlara görə çıxıb gedir o ölkədən. Belə insanlar olduqca o ölkədə gənclər də orada qalmayacaq. Yavaş-yavaş hamısı çıxıb gedəcək. Fikrinizi dəyişin, beyninizi dəyişin, dünya görüşünüz olsun. Arada bir kitab açın, oxuyun, bir filmə baxın, bir məntiqiniz olsun, ağlınız olsun. Sən Avropaya gəlmiş ola bilərsən, amma sən hələ Avropada olan mədəniyyəti qavraya bilməmsən. Sənin hələ düşüncə mədəniyyətin yoxdur. Belə bir şey düşünən, həqiqətən deyirəm, insanlar varsa, xahiş edirəm, mənə izləməyin, nə baxmayın, blok eləyin ki, heç videolarımda qarşınıza çıxmasın. Sağ olun.